Təkərimiz partladı arkadaşlar. Uşaqlar, yaralı Şahin tapdıq. Qartalda Şahin. Hə? İstəyirsən. Ya! Benzinimiz de getdi artıq. Xoşuma gəldi. Bu da geldi burada ağlayır ki ben heç eləməmişəm. Ben niye belə olmalıyam? O oturup ağlayır. Hər kəsə salam. Necəsiz, yaxşısınız? Aşkım, niyə belə elədin? Amma ömrümdə birinci dəfə idi. Nə inadım ki? Yaxşı, bağışlayıram sən ilk dəfə olduğu üçün. Gülsümün doğum günündən hər birinizi salamlayırıq. Bura gələndən acından ölürdüm. Ona görə başım bayaqdan yemək içməyə qaçıb və sizin üçün heç nə çəkə bilməmişəm. Arkadaşlar diyetdə də özünü saxlaya bilmir. Aşkım, diyetdəyəm, çörək yeməmişəm, şirniyyət yeməmişəm. Çörək yeməyib amma hər nə bulaşırdım. Yalan danışma da. Mən bugün 1 kilo 100 qram arıqlamışam. Təbrik edirəm. Evet, onun 2 kilo da yemək yeyib indi bu da. aşkım bəsdir də. Mən sən kimi hər gün çörək yemirəm ki, mən sağlam qidalanıram, ət yemişəm də. Neyse arkadaşlar ama yemək içmək hissəsini çəkə bilməsəm də ad gününün ən gözəl qismini sizin üçün çəkirəm. Gəlin birinci baldızımın hazırladığı torta baxaq. Arkadaşlar, görün necə gözəl tort düzəldi baldızım. Sifariş verə bilərsiniz. Bəli, sifariş götürür, zakaz götürür. İstəsəz yaza bilərsiniz. Instagramda səhifəsini yönləndirərəm. Gülsümün 9 yaşı olur. İndi birazdan ad günü kutlamalarımız başlıyor. Happy birthday, yandırın. Day to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Tebrik ederiz, tebrik ederiz, tebrik ederiz, tebrik ederiz, tebrik ederiz. Dilek tut. Tebrikler, tebrikler. Böyük kız olasan. Evet, tortu yiyebiliriz arkadaşlar. Ad günü kızına bir tane tort. Ad günü kızına tort. Oo! Təbrik edir, təbrik. Böyük kız olasan. Burundan krem yemək yaxşı olurmuş deyəsən. Bundan sonra mən də uşaqların burnundan krem yeyəcəm. Nuş olsun indidən. Paltarına düşdü. Uşağı bədbəxt elədilər 2 dəqiqənin içində. Yox, parçalayırıq. Şöyle yeyirik da. Eləməyin, şaka yaptı. Uşağın ürəyini düşürtdünüz yerə. Növbəti gündən hər birinizi salamlayırıq. Şəp alqışlar xahiş edirəm. Alqışlar. Arkadaşlar, dünən Gülsümün ad günündə o qədər acıydım. Təsəvvür edin, səhər yeməyinin üstündəydim. Ölürdüm də bildiyiniz. Ona görə heç bir şey çəkə bilmədim. Yeyəndən sonra da bir dənə ağırlıq oturdu ki üstümə. Dəhşətül vəhşət. Nəysə, bugün yenə Ofeliya Əliyeva ailəsi və onların Antin Kuntin macəraları ani bir kararla Bakıya gedirik. İstədi bu videomda sizlə vloglayaq. Çünki yol üstü Brent House-a dəyəcək. Şəhriyar Eminiz ayaqqabısını bəyənmədiyi üçün yeni bir ayaqqabı alacaq. Sonra bir-iki dənə şey alacağıq. Onları da sizlə vloglayacağım. Yemək yeməmişik, yemək yeyəcəyik. Onları vloglayacağıq. Çox maraqlı bir video bizi gözləyir. Şəp. Bir şey danışmamış özümü tam adalar kimi alqışlatdırırım. Nəysə, hal-hazırda üzü Lənkərana doğru gemimiz yol alıyor arkadaşlar. Gedək görək bugün başımıza nələr gələcək. Məryəm neçə dəfə yıxılacaq, hara yapışacaq, hansı kafeli öpəcək, hansı paltarının hansı hissəsi çirklənəcək. Əsnad xanım hansı bir səbəb tapıb "Ata, sayılmır" deyəcək. Rabiə xanım Saçında yazacaq, Evet. özün bəyənməyəcək. Evet, onu jeliyib aşkım. Arkadaşlar, artık onu yapmıştır evden çıkanda. Özünə təzə paltar alıb bitirib arkadaşlar. Təzə köynəyin itirib. Bir de pijamasını. Evet. O yüzden keyfi yoktur arkadaşlar. Evet. Bugün de Nastrenyasını körləməyə bir səbəb tapdı elhamdülillah.
Şəhriyə Yola çıxanda da benim Nasirenamın içine kuzu kurban koydular. Evet. Evet. Ona göre bu ikisinin bu tarafın Nastreniyası yoktu ama biz üçümüz star üçlü bizim Nastreniyamız yerinde düzdür. Evet, ona göre bugün sizi bu üçlü götürecek haberiniz olsun. Boğazımdan esir kaldı aşkım. Aşkım taş. Kur'an and olsun. Aa, taş düştü boğazımdan gitti mədəmə. Kur'an and olsun. Yaxşı sən ürəyimizi bulandırma. Uşaqlar, mənim qılandalarım problemlidir, daş tökür. Baxın. Bu yazıqlar var bizim mədəmizin içində gördülər. Ürəyimizi bulandırdı sən. Deməli, uşaq vaxtı balaca olub, həkim deyib kəsməyə ehtiyac yoxdur, amma böyüyəndən sonra 2 dənə topla gəzirəm. Məryəmdə də elədi. Evet, və bunlardan daş düşür. Gülsümdə də elədi. Və bunlardan daş düşür. Az önce o daşlardan birini utmuş bulunmaktayım. Ya Allah, ilk gözümün cığımız çıxdı. Gedək də görək başımıza nələr gəlir. Belə yaşıllıq bir yolla gidiyoruz arkadaşlar. Belə acıq vermək kimi çıxmasın. Biz rayonda yaşıyoruzdur. Təbiətin qoynunda yaşıyoruzdur. Hep yaşıllıq. Getdik də. Bəs bu kadar. Bayaq bilsiz ne olmuştu? Yolda inek ölmüştü arkadaşlar. Onu çekebilmedim. Arkadaşlar ağlıyor. Arkadaşların gözü yaşlı. Ya bir tane söz diyeceğim. Reylerde yazın. Siz fikir vermişsiniz ki bütün ölen hayvanlar bizim qabağımıza çıxır. Serçen üreyi gedir bizim O qabağımıza çıxır. ölməmiş, iğne can verirdi, nəfəs alır. Hə, ineği maşın vurur bizim qabağımıza çıxır. Sonra qarğı ölür bizim qabağımıza çıxır. Çəritqə ölür bizim qabağımıza çıxır. Niye böyle olur bilmirəm. Yaxşıdır, indi ölüyən qoyduracaq. Neyse, getdik arkadaşlar. Bu defa kesin getdik. Gece saat mı bu arada? Yo, axşam vururlar. Gecə can verir deyə uşaqlar. İçalatı zadı tökülmüşdü çələ, ona görə sizin ürəyinizi bulandırmamaq üçün çəkmədim. Düzdür, boğazımla siftəni elədim, amma ən azından sağ ol deyin ki, inəyi çəkmədim. Qurban Allaha, bir saat da ağlayır. Mənim də ürəyim burada kabab olur ki, bu ağlayır. Çabuk yer. Ha. İndi baxıram görürüm ki, elə vicdan azabı çəkməyim deyə baxmırdım. Elə çöndüm baxım görüb dəqiq ağlayır. Ağlamırdım Məryəm. Gördüm gözündə yaş yoxdur. Ağlıyor da ayıdı. Hani gözünün yaşı? De gözünü Axır ki bir dənə süzüldü. Can. Yaxşı. Dostlar, sizə qurban. Məndə bir dənə xasiyyət var. Məndə əzəldən. Yəni mənim nasiyyətim pozulduğu yola çıxanda. Bunlar həmişə deyirəm ki, yola çıxırsa biraz tez çıxay. Nasiyyətim ki pozuldu, özümə yana bilmirəm. O nasiyyələ yığmaq üçün, yığışdırmaq üçün əlləş vuruşa gedirəm. Deysəm ki, boşu-boşuna nasiyyətim pozulub, yox. Çünki mən xoşlamadığım bəzi şeylər var, nüanslar var. Görəndə onu əsəbləşirəm. Mənim nasiyyətimi körləyəndə bu oturub orada. Qurban Allah'a. Все, nasiyyətim ki, körləndə yığıb yığışdıra bilmirəm. Və indi bir dənə sözdən yapışmışam, çıxa bilmirəm. İndi yola çıxmışıq, 5 dəfə bu yolu qayıtmışıq. Əsəbdən döndərirəm, gedirəm, təzdən gəlirəm. Lənkörünə yalanı kimi bir 5 dəfə Aslanların kəndlərinə qayıdıb gəlmişəm. Satmışam. Benzinimizde getdi ata, xoşuma gəldi. Bu da gəldi, burada ağlayır ki, mən heç eləməmişəm, mən niyə belə olmalıyam, o oturub ağlayır. Kazları yiyen bu olur. Bayaqdan maşında oynayıram, rəqs eləyirəm ki, keyfləri Aslan açılsın. kökü düzəlsin. Yine mən partladılar. Yaxşı. Ağlamayın. Bu bizim yol vlogumuz arkadaşlar. Eğlence dolu bayaqlar dediği. Bu da sen eğlence dolu yol vlogu. Yani həqiqətlər var arkadaşlar. Özüm izlatmadım. Videoya aldım ki. Yani həmişə yol belə eğlence dolu olmur. Arada bu belə ağlamalı da olur. Dur sarı. Dur. Ay sarı. Ne güzel yaraşır sana ağlamaya Allah'ın da. Həmişə ağlayasan. Sevinç gözləşdirməz. Yani sevinç gözləşdirməz. Sonra əkiz batılar. Getdik, gerek matı bir ayakkabı seçək tez oradan çıxır gerek. Tamam. Dur, gel sen. Dur.
Arkadaşlar girmişizdir Brent House'a. Herkes benim yüzüme bakıyor. Neden bunun yüzü kızarmış? Deməli, Şəhriyar getdi özünə yuxarıdan şey seçməyə. Adı nədir onun? Ayaqqabı seçməyə. Biz də gəlmişik bura. Ayaqqabı rayonunda. Baxırıq görək uşaqlara özümüzə maraqlı nə tapa bilərik. Ofuşun bu Yeni bir ayaqqabısı. şeylər alaq. Əynimdə olanı. İstəyirsən bununla? İstəyirəm əynim olmasın. Onlar niyə olmur? Razmeri var sənin ayağı. Ən balacası budur. Deha 36. Yoxla bir dənə. Gör bəyənirsənsə götür. Biyo corabsız yoxla. Mən corabsız geyinmişəm bu dəqiqə. Bax gör bəlkə xoşuna gəldisə götür çünki kombininlə qıraqları zadı gedir. Yüzü bu ayaqqabım qaralıb. Hə, ucu bu basanoşkalarını səliqəli saxlamayıblar. Ləkə götürən basanoşkadı qaralıb. Arkadaşlar Oldu ayaq var. bir də bizim şəbitlərimiz belə paltalarını gətirir. Getmir, evet. Baxın mənim ayağımda şu an o krasovkadır arkadaşlar. Samba deyirlər də bunlara. Olsa bununla qalarım ha. Hə, olsa bununla qalarsan. Sən Zə nə oldu? Geyin qutarda. Arkadaşlar, attım bunu. aşkım onu açma. Mən açmamış geyinirəm. Hə. Bax gör olur ayağı olmur. Dəqiqləşdir. Alaq geyin elə burada. Salam, necəsiz? Çox sağ olun. Bax. Razmer götürə bilərik. Hə, elə onu yoxlayırıq. Balacadır. Yox. Olur ayağı var. Arkadaşlar Məryəm test yürüyüşü yapıyor. O olur bir məncə xoş. Parmağını sıxmır. Mən barmağımı sıxmır. Dəqiq. Barmağımı Gəz bax. Babamı sıxır. Dabanını sıxır. Onda bir razmer böyük götürək. 37. Gəl bunu yoxla. Uşaqlar özümə sumka almağa gəlmişdim. Məryəmə yenə ayaqqabı alan yerdə tapıram özümü. Evet arkadaşlar Meryem bir test yürüyüşü daha yapıyor başka bir razmerle. Oldu ayağı var. Oldu. İstəyirsən bunu? Götür onda. Çıxart ayağından razmerini düzgün bir şekilde bacıya verək kodlasın bunu. Bunu 37 razmerinə bir dənə kod vuraq. Çıxmır əynindən. Dəqiq razmerindir Meryem. Dəqiq razmerin. Şö. Teşekkürler. Şö. Aa. Ne geçeydi arkadaşlar. Süper. Evet, indi də Rabia xanım sınıyır. Görək onun ayağına necə olacaq. Ona da bundan götürürük arkadaşlar. Əsnata daha öncə bundan almışıq. Ona görə şeydir. O bir uşaqlara da hanı mənim seçdiyim model. Bundan seçəcəyik. Bu da Deməli arkadaşlar göstər. mənimki. Mənimki deyirsən, sən kardan oldu. Bu mənim seçimlərim. Mənim ayağımda Məryəminkindən var idi. Məryəmlə Rabiyyənin yenə aldığından. Mən də yeni kombinləməyə belə sambalar aldım. 2 dənə bundan, bir dənə bundan aldıq yeni. Nasıl olmuş yorumlarda fikirlərinizi bildirin. Gedə görə Şəhriyar əmimiz dükanı yığıb aparıb yoxsa yox. Bəyəndiniz? Evet. Ürəyiniz oldu? Evet. Getdik onda. Arkadaşlar özümə bu renkdə, pəmbiş renkdə mən pəmbə. Sən də pəmbə götür. Mən polomu götürmüsün. Yox. Sənin üçün göy köynək götürmüşəm. Sən də polon başqa rəngin götürdü aşkım. Həqiqi, yaşıl götürüm. Bu rəngdə. Atama da yaşayacak. Renk sənə çox yaraşır. O rəng yoxsa bu rəng? Yox, bu yox. Bu da rəng. yaraşır, yəni. Aa, bu da qəşəng yaraşır. Mən özümə bu renk götürdüm arkadaşlar. Pəmbiş götürdüm. Neyim, gelip götürüm geyinim indi. Hə, İndi yox, Bakıda bir yerdə geyinər rəngbərəng. Bunu ben de götürüp geldim. Gedin götür. Mən də bu rengi götürdüm arkadaşlar. Nasıl renk İndi şeydir, uşaqlar pololarını seçsin. Baxaq görək kim nə rəngi seçir, dönüyoruz. Nasıl renk götürürsen? Mən onda o boz götürürəm. Sən eyni rəng yox. Səriz başqa. Ama en renk götürebilirim. Yox. Hərəmiz bir rəng olaq gəl. Mən sənin rəng seçim. Ben Türk mavi. Davay siz seçin, mən gelim onu da götürüm bir dənə polo özüm üçün. Sən ağ götürərdin. Get götür arkadaşlar, hamını yolladım. Polo köynək dalıcı. Özüm yeni bir şeyler bakıyorum kendime. Hamının başını qattım. İndi mağazan silip süpürəcəm, hazır olun. Çok sinsiyimdir ya, çok sinsiyimdir.
Qoy başları qatışsın, görüm nə tapıram özüm, başqa nəsə almağa. Ya Allah. Burada daha qəşəng rəng şeylər var, yaxalılar var, poloların. Durun bir dakika. Bulacağımdır. Şu aldıqlarımızı keçirdirik kassadan. Mən corabsız geyinmişəm aşkım. Deməli uşaqlar. İndi baxaq görək kim nə rəng polo seçib. Tut bunu. Mən nə seçmişəm? Sən o mikrofon işləmir. Nə ağzımı tutsa Tutmağa vermişdim həyatım. Bu mənimdir çəhrayı. Bu Rabiyənindir. Bu Əsnatın rəngidir. Əsnata bu rəng qəşəng yaraşacaq. Bu gördüyünüz qara Məryəmin polosudur. Şəriyə sanki hanı? Sinidir məndə. Sini? Bu da qara. Polon. Dedim ki, bir dənə bu var əynimdə polo. Elə oxşarı, bir dənə də evdə varımdır. Evdəkini geyinərəm də. Götürəydin də. İndi bir dənə rəng götür aşkım. Yo. Götür. Yo, geyinməyə bir şey də götürməmişəm, ondan geyinməyəm. Mən sənin üçün ağ şalvar götürmüşəm. Sənin üçün ağ şalvar. Evə gələn səfərə qalsın. Get götür. Yo, oturmadı. Nasıl evdəki ilə eyni Yaxşı, olmadı. tamam. Razmeri yoxdur. Eldir, M'dir. Tamam yaxşı. Brent House'un ortasında ayaqqabılarını geyinirlər arkadaşlar. Rabi geyindi, Məryəm geyinmə üzrədir. Camaat bunlara baxır. Vay biabırçılıq, hay biabırçılıq. Mən maşında geyinəcəm yenə akkashımı. Bunu çıxardacağım arkadaşlar. Ağ geyinəcəm. Bu kadar. Alışverişimiz bitti. Alışverişimiz bitti. İndi gedirik yemək yeyib yola çıxmağa artıq. Yemək yeyib yola çıxmaq vaxtıdır. Elə hey gözüm gəzir ki, başqa nə ala bilərəm. Mənim gözüm həqiqətən doymaq bilmir. Nə qəşəng sumkadır bu. Buna baxın. Xoşum gəldi səndən. İcazə versən oğuruyum, mənim olsun. Yaxşı əsəbləşmə. Nə dedim sənə mən? Dedim sumkabı ver. Gəl o sumkabı tax çiynivə. Ay Allah, indi qolu zadı qopacaq. Gəl sən canım. Özünü öldürdüyü bir dənə sumkasını istədim, özünü öldürdü. Şivən. Nəysə, gedirik yeməyə arkadaşlar. Uşaqlar, siz bu qızın kombinini görmüsünüz, mən düzəltmişəm. Görün necə gözəl görsənir. Əsnat, çön görüm, çön. Mən düzəltmişəm bu kombini, mənim zövqümdür. Necə olub sizcə? Yorumlarda xahiş edirəm Əsnatın kombinini puanlayın. Mən dünənki kombinimdəyəm arkadaşlar, dəyişməmişəm. Mənim də kombinimi puanlayın. Belə ağ yupqadır. Yeni aldığım ağ ayaqqabılarla, ağ sambalarla geyinəcəm. Sizcə nasıl olmuşuz? Məni də puanlayın, Əsnatı da. Evet arkadaşlar, yol raskoduna başlamış bulunuyoruz. Evet. Yol raskodu patlatıyoruz arkadaşlar. Şimdi hepimiz oturmuşuz. Yiyip bitmek yapıyoruz arkadaşlar. Şehriyarı öldürme şakası, kışkırtması yapıyorlar. Yemək yeriz. Paranı bitirelim diyorlar. Aşkım yemək yeriz. Evet. Hardan öldürme kışkırtması oldu? Bu kışkırtmadır arkadaşlar. Bunların varlıkları bana kışkırtmadır arkadaşlar. Yiyin nuş edin. Biz yola çıkanda arkadaşlar böyle yiyip bitmek oluyor. Göz hakkınızı halal edin. Kebap yapıyorlar, yiyip bitmektir. Nedir? Ben yemiyorum aşkım. Ben yemeyeceğim. Yemiyorum yok. Yo ne cücneliyiz? Yo o da yiyin. O düzen ben yemeyeceğim olmuşsun. Götür bir tanesi. Birazını götürürüm. Birazını götür. Ha, bunu götürelim. Ha, sağ olun. Evet arkadaşlar, beni utandırdılar. Bana da yemek verdiler. Bu Şəhriyarın bir dənə xasiyyətindən zəhləm gedir. Yemək yeməyə çıxmışıq da. Hamıya yemək alır, özünə yemək almır. Bizi vicdan əzabında boğur. O yemək bizim burnumuzdan gəlir. Fikirləşirik ki, hara qədər yeyək qalanını buna verək. O bizi zəhər olur, elə qalırıq. Hiç yiyip kalanın bana verdiği görmemişim. Şoktayım ama. Uşaqlar verməmişəm öz payımı. En qəşəng yerimdir. Ay Allah. Sən nə tər kör adamsan? Necə şok keçirdim ama. Aşkım bilə-bilə eləyirsən, eləmə. Imitation, intervention, otherworldation, Özünə yemək almır. action. Və Əsad gil necə payını verdi ya. Çəkil aslan, görün onlara pay qalır. Yiyin.
Yo var cincin necə baxdı yengi. Bizi vicdan əzabında elə boğur, elə boğur. Bu da uşaqlar mənə yemək veriblər. Bunu buradan qalma yeyir ki, birdən mən yeyərəm bu qalar. Qazmaq yiyirsən sən. Yox, qazmaq yemirəm. Sən niyə yeyirsən? Heç görməmişəm mən qazmaq yeyəndə. Mən xoşlayıram. De Allah'ın olsun, Vallahi. niyə mən görməmişəm sən qazmaq yeyəndə? Mama eləyəndə yiyirəməmişəm. Yey. Yine abi. Hə. İndi baxın bizə. Ana kameranın başı getdi. Sökün buraya. Kamera dağıt göndər. Kamera üçün patresini şey alacağım böyle. Kameranı aslamaya böyle. Böyle. Evet arkadaşlar, özünüze iyi bakın. Yiyelim, tıkalım, geliyoruz. Uşaqlar biz çıxdıq yola. Yolda meşəlikdə saxladıq, bir dənə çox gülməli shorts çəkdik. Əsatla Məryəm konsert verir. Uşaqları top kimi nə qədər attım tuttum. Axır 5 dəfə videonu təkrar çəkdik. Axırda Şəhriyar belədi. Elə ən birincisi qəşəng idi. Məryəmin az qalsın ürəyi partladı ki, birincisi qəşəng idi, birincisini paylaşardınız da niyə 5 dəfə? Babşım, gəlib çatmışıq Masallıya. Şəhriyara bir şad xəbər verdik ki, ürəyimizdə sok abur-cubur keçir. Yox, keçən dəfə bananla biksivit yox pişirir. Uşaqlar banan istəyirdilər. Bananların hamısını paymal elədi, biksivit də alınmadı. O qalıb ürəyimdəki banan. Uşaqlar, keçən dəfə uşaqlar banan istəməmiş ki, mən demişdim ki, get banan al, şirniyyat alacağam. Bunlar da banan sevəndilər. Bu da banandan qəşəng bulansa gör biksivit pişirir. Bir dənə biksivit pişirmişik. Allah şəkər xəstəsi ilə biksivit yemirdi. Yəni pesok, şirniyyat qətiyyən vurmayıb. Elə bir ki, bananı qoyub tufqanın içində qıcqırdım, çıxardım çölə. Qapqara olmuşdu, banam qıcqırmış. Belə də yiyir belə. Pisləməyin, nə olar, dadlıdır. Diabetes dedi, nədir? Diyetiski. Eləməsi. Təsəlli verirdi uşaq mənə. Aşkım, gedib girmək istəyirəm marketə. Dietetiskidir. Diyetik sufle elədim, şirniyyatsız, yəni pesoksuz, şəkərsiz. Banan, yumurta, kakao. Amma tatlı değildi de, yəni mən də boynuma alıram ki, banan elə bil ki, qıcqırmışdı. Prosta xəcalət çəkdim, dedim ki, pis də olsa dadı palit eləməyindi, amma yeməyi dadlı bişirmişdim də aşkım. Ha, yemək əlaydı, yeməklə yalan deyim. Deyim, yalandan deyim ki, yemək dadlıdır, yox, yemək əlaydı. Yemək mövzusunda eləmək, yəni heç kimsə su dökəməz. Bir də Məryəm evet dedi ya. Evet. Yo, maşın dönür. Gəl düşək bizə abur-cubur al, söhbəti fırlatma. Evet, nələr aldınız mağazadan göstərin. Jelibon. Bir ədəd jelibon, Soyuq çay. soyuq çay, başqa? Onun adı muzdu. Onun adı muzdu. patatosdu. Aha, sevinir banan aldığı için. Başqa? Bir də sok aldım. Bir dənə də soyuq çay. Bizim soyuq çayımızı lütfən verir misiniz? Sarıdır. Yox, sarı sizindir. Ya bir sarı bu sana. Olur sarını biz götürək. Ha, götür. Teşekkür ederim. Ama sarı tatlı olur. Rabiş də bizlə içər. Yok. Getdik. Yatma. Çıxdıq. Hal-hazırda Masallıdayıq. Buradan bizi izləyən, Masallıdan bizi izləyən bütün izləyicilərimizi salamlayırıq. Cənub zonasındayıq. Gedirik. Şimala gedirik də. Şimal şərqə doğru addımlayırıq. Diş jelibonuyla hokka veriyoruzdur. Mən də vampir və mən şıravi dişlər verirlər. Bismillah. Bu. Mən vampir diş taxıram. Oya, kameranın başına qapazdaydı. Baxın. Mən niyə saxlaya bilmirəm axı? Ay aşkım, yiyirəm vəbşə. Sən nə? Nə?
Mən yemmirəm. Hə. Əsnad da mənim cümlədir. Lan suyu pələsin. Dəlixana deyim maşın. Hər ağıldan bir fikir çıxır, bir ideya çıxır arkadaşlar. Şərbət yeyək. Datdı jilibonda. Getdik. Üzə çataq Bakıya arkadaşlar. Çataq. Hə, üzə yemək içmək qutarda çatmaq istəyirəm Bakıya aşkım. Az bir şey almışım. Yedim bitirdim her şeyi. Su içəcəm Bakıya. Biz bir dişlerle bitirdik. Banan verin. Bana... Hanı, banan indi çıxart. Mən üçün alıb. Verin bananı. Keçdik meyvəyə. Yolun axırına kimi əlimizdə bir banan, Şəhriyarla mənim. Bir dənə də sokumuz var. Bakıya qədər bundan idarə eləmək məcburiyyət. Bəlkə alarım sən. Yalan olsun. Bəlkə yeyərəm başqım. Bir dənə sən vicdan əzabı vereyim. Nə istəyirdin, almadın? Yox, 2 dənə vicdan əzabı verim. Deyələ. Bayaq mənə dürüm almışdın, kebab Hə. dürüm. Onun yarısını saxlamışdım ki, saat 5-də yeyərəm. Bir də axşama kimi yemərəm, acmayım deyə saat 5-də saxlamışdım. Sən götürdün, yedin mənim dürümümü. Aşkım, bir də mənim bayaq səndən... Bir də aşkım ben... Ailəmizcə bunlar əsəbləşəndə niyə belləri? Öldürəcəm. Bir dənə də deyim. Bu da eləyir, bu da eləyir. Bir dənə də deyim. Ha. Mənim dişim həssasdır, bu qabaq dişimə plomb qoydurandan sonra bir şey eləyə bilməm. Mən çöp istədim, çöp dənə-dənə satılmırdı. Sən mənə o çöpü almadın. O paçkovu. Çünki mənim boşumu. Deyir qaydıram. Sok əlimdə. Qaydıram ama. Yox, bir də gözlə. Sən istəsən qamışda mən çöp çaldım. Gözlə, bir də qamışlığı gözlə. Düzelt. Düzəltməsi eşeğe. Düzeltməsən hə, sən deyənsən. Nəyəm? Eşək. Sen orası. Ben yine eşeğim. Saklayın içimdə bu suyu. İçsən, səsin gəlir, qurtumun gəlmir. Sən mənə... Rabia'nın qurban Allah, bu basa da onun gördü necə akkuratlı, modludan. Saxlayın içimdə bu soka. Bir dənə bu soka götürmüşəm, hələ içim qutaramıyorum. Ay can. Aşkım, sən mənə o paçkovu çöpü almadın. Mən o paçkovu çöpü istəyirdim. Mən yazıqlıqdan Deməyə nə bilim. utandım. Niyə utandınsan mənim balam? Sənə canım qurban, o spar yoxum yanıb qalmışım dən çöpə yerə. Adı saklanın. Görkəydin öyle. Dürümümü yedin, çöpümü almadın. Ancaq mən şaftalı istədim, onu da almadın. Nə, hansı şaftan? Şaftan burada Siz şaftalı 5 manat edeyim burada, 4 manat. aslında mənə dəymir qıymırsan şaftalı tüksüz. Vallahi içəmirəm. Bir manat 50 çöpü yediği. Adı ağzına para sokup tüpür içine. Hiç ondan başka içim içməsin, onu öyle. Ver Məryəm. Yalandasın yalan. Ver Məryəm içəcək. Sonra mən verirsin. Məryəmin də hünərim var, onu içmə. Dalgalanır. Sok isterim içim. Məryəm içəcək. Ağzımı cedim. Məryəm ki o saçından tutup qalxdı göyə. Aman biləm onda mazda bəzək. Yazıq uşaq amma Məryəm iç soku. ekspert gəlsəydi. Hele baba böyle. Önərəm, Məryəm var bax mənə. Ağzı. O bananın yiyibsə, o spanağın yemişim bir şeydi. O indi dağılacaq. Asladın kim giremindi? Əsadın bananını niyə yiysən? Aslında yemədin sən içlə. Yedi. Yarısını Aa. ben verdi. Görsə asıl kimi geri olayı kökəlmər Allah'ın dostu. Heç nə bütov yemir, hamısından Mən elə eləyirəm də, dürümümü bütöv Bir ayaqlar yemədim. uzanır, yavaş gəlir. Dürümümü bütöv yemədim ki 5'də yiyim, yedi mən dürümümü. Bir də ayaqlar uzanır, o da gəlir, yavaş gəlir. Bak aşkım içirem. İç. Ay dədə, uddu ya butulkanı. Tutuqanla ağzını sokup baba. İki dodağın ikisi də butulkanın içindədir. Ağzı bütöv girib butulkaya. Gel beni içirem. İçme istedim. İçme istedim. Gel ben de yandı. Vay dədə. Gələ, yoxsa sən içəməyəsən bütün gün. Gələ. Bismillah. Rabia, sən mənim canım dağıtma. Bana ne olur? Sən maşın rolu tuta bilərsən. Mən o maşın kümünüsündən bir set soğan götürürüm.
Gözüm bir dəqiqə. Atan gəlin nə deyir? Uşaqlar, mən ofiş rolu tutacaq. Hə. Mən o maşının kümündən bir setka soğan götürəcəm. Hə. Yazıq gələ görür evdə. Aşkım yalan danışır ha, uşaqlar. Yalandan danışır. İnanmıyız. Yo yo tut. Tut Gəl. tutsa, gəl tutsa. Yox yox. Tut. Arkadaşlar bizi. Ay Allah o sırada kay. Estağfurullah. Bilmirəm. Gəl bir dəqiqə. Disko partisi. Oğlum sənə araba Oğlum sənə araba alayım. Yox baba. Oğlum sənə tarla alayım. Yox baba. Oğlum sənə araba alayım. Oğlum sənə Oğlum sənə karı alayım. Ha baba. Zarmabat elədim, zarmabat. Ya bəsdir. Atım. Oğlum sənə araba alayım. Gözlə. Yox baba, yox baba. Oğlum səni kal. Yaxşı. Nəylə baxı? Rabia'yı gördü necə şokdadır. Belə içimdə bax. Yalarım. Mən kimi? Belə niyə? Ay, üstümüzə dağılmasın. İşimə dəyməsin deyə. Rabia yaxından çəkir. Mən qıcıq eləmədə baxmışım gəl. Şimdi ofuş nə içsən, nə yeysən? Şok içdim. Uşaqlar, O gəldi, aslan səs düşdü. Əsad gəldi. Aslan çıxıyor. Gəl uşaqlar, sizi aldılar məndən. Axır içsin. Eləmədə. Aslı. Kamera burada sındırdı. Qıcıq. Gəlin. Əsad burada nə verir? Əsad babay. Hadi görsən. Noğaylardan Su kahve içində nə var? Sən, Rabia neysən? Onu boğurum. Oğlum niyə çıxmış o? O su kahve içində də yoxsa burulubdur. Ki, banan yeyəndə Kimi ev xatırlayırsan? nəsə xatırlayıram. O bildim. Elə bir ki, dədəm o vaxt meymun olur. İzləyicilər Baban meymun. bildi. Əvvəlki ruhum meymun Hamı hissində baban olur. girmən tıxım. Evet, dişim oldu. Tint. Aşkım bu Gəlsən, biraz süt açarım sizə. Mənim gözlə bu. Sen de dileğin yavrum. Mən üçün götürürüm. Öpeceğiz onun arasına. Oğlum. Sütə sən severim. İndi dağılacaq üstümə, sən vuracam. Tut bunu bir dənə sürtün. Dayandır istəyirsən. Ya! İzləyicilər yazığım. Əsl yazıqdılar. Sən də inləri boş sıfatı ver. Ata, sağ ol ver. Evet arkadaşlar. Əsadın əlinə düşmüsünüz, indi qalın baxın ekrana. Alemi vurmuşuz birbirine, çıkmışız. Ofuş indi Rabia'nın paman yiyirəm. Nə oldu ya sən dayı maşından mən yaxşı Çok olsun. iyi aşkın patlıyarsa ömrüm. Sen meymunsan be ya. Daha sonra arkada yaşayanları. Ben bana bile konuşsam Ramazan'da. Ben goriləm, goril. Mən çox yedim, içdim, ürəyim bulandı. Kaset başladı. Ben goriləm. Ben goriləm. Bəli, bax, istəyir. Goriləm. Dostlar, baxışın qulaqlarımıza. Dostlar, deyən də bunu. Sizdən mənim əlimlə alırlar. Ver bırak. Ay Allah, yazıqlar. Siz necə dözdünüz bunu? Səsdən. Bax, izləyicilər qulaqları şər oldu. Tele Ay Allah bu bana. Ha, senin yanaklarını yiyeyim bana. Senin tüçlü yanaklarını yiyeyim bana da. Sen nece oğlansan. Sen nece oğlansan. Yani bir tane duruşama, bir tane duruşama. Aya sen bu. Sempatişli. Sakallı kagaş. Başını kardeşdi. Başım bir bahanedir. Qaqaşdan xoşum gəlir. Başım bir bəhanədir. Qaqaşdan xoşum gəlir. Ay Allah, ay Allah. Ay yaxşı, yaxşı. Görən olar. Nə öpürsən? Nə öpürsən gəlsi var ha? Ay eləmə da. başa düşmədim. Bu nə söhbətdir? Öpdüməni. Olmaz.
Üz verəndə aslar hissəni səndə. Sən 100 verirsən ki. Üz vermədim, onu açıq ilə dedim, heç görmədi. Neynlə mən? Ağın çıxardı bilirlər, çılır, maç. Arkadaşlar yola devam edirik. Ağlamaqla başladıq, konsertlə devam edirik. Görək sonumuz necə olacaq. Arkadaşlar yol ömür biter, yol bitmez. Burada şoför valideynlərə, şoför izləyicilərimizə çoxlu salamlar olsun. Allah sizin yolunuzu həmişə açıq Qorusun və sizi. ünvanınızın getdiyiniz ünvanı qısa eləsin, sağ salamat eləsin. Gedib tez qaydasız işinizi görəsiniz. Amin. Amin. Uşaqlar, yaralı Şahin tapdıq. Qartalda Şahin. Hə? Şaka. Gözü çıxarar çox. Hardadır axı? Ata ziblə deyirsən şah. Yox, nə zibilə deyirsən, atlandı şeyə, kolluğa. De valla. Baxın. Ata yox ya. Aşkım burada zibildi bir dənə. Onu sən Şahinə oxşatmış ola bilər. Yox, Şahinə atlandı ora. Ola bilmez yetsin. Girdi onlar biz olurlar. Ofsudlar olar. Hemen düşünürəm yerdə baxın. Uşaqlar. Görmədim yerdə karışır ürəyində. Gözümü çıxardı. Arkadaşlar Şəhriyarın qabağına nəsə çıxdı. Həqiqətən də yolun qırağına atlanmış kimi oldu belə. Dedi ki Şahin idi, yaralı Şahin. Amma deyəsən zibillə Şahini qatışdırıb. Axtarıyor. Axtarıyor. Zibil olduğum boynuna almaq istemiyor. Diyeceğim indi dəli olacaq. Tapdın? Hə? Yox, prosta adım kimi əminəm ki. Aşkım. Tapdın Zibil Şahini. Zibil Şahin idi, gördün mü? Sən inanıram mən. Sən nə deyirsənsə düz deyirsən. Həqiqətən inanıram. Yəqin qaçıb. Maşın gəldi onun üstündə uçmurdu. Heyf, yaralı Şahin alardıq maşına, su verərdik, kondisionerə tutardıq. Gözümüzü çıxarardı. Kondisionerə tutardıq. Sonra şey eləyərdik. İtirərdik maşının içində. Aparardıq maşını ustaya, ustalar çıxardardı. Yoksa o bizim gözümüzü ustalara kimi çıxarardı. Şahin içərdədir. Uşaqlar, təkərimiz partladı. Gözdə düşürük, Gözlə, dayan gözlə. aşkım, maşın hərəkət edir, qolun qalar. Təkərimiz partladı arkadaşlar. Şəhriyaram əminiz şimdi zaqar edəcəkdir. Düşək baxaq bir dənə. Gəlin baxaq görək nələr olub. Hamı deyir, yoxdur tək. De valla. Aa, Uydu, bir də təkir dəyişmədiyimiz qalmış. uşaqlar təkərimiz həqiqətən partlayıb. Şuna baxın. Atan paltarı baxacaq, qəşəmi bitdi geymiş. Eybiyo paltar götürmüşəm ona. Gəlin ataya kömək eləyək, bagajı boşaldaq, təkəri götürsün, zapaska təkəri. Vay dədəm, vay. Bagajımızdakı sədərək. Açın maşının içine doldurun. Qapını açın. Mən də kömək eləyim. Vay dədə, dənizdən qalma əşyalarımıza kimi hər şey buradadır. Vay 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 vay. Bir dənə başımıza bu gəlməmişdi, bu da gəldi. Dəyişməyə öyrənər. Şəhriyar yaralı Şahini tapa bilmədin, hamısı ona görə oldu. Yaralı Şahini tapsaydın adrenalin olacaqdı. O adrenalin olmadı, bu adrenalin oldu. Bilirdim partlayacaq. Sən bilirdin, yola çıxanda şey eləyəydin də, yığaydın. Evet arkadaşlar. İçinə yığın şöyle. O qutarıb o duxu ata bilərsən. Küçəyə atmayın. Hə, küçəyə atma, qoy ora, sonra özümüz atarıq. Evet, təkər dəyişmə serüvenimiz başlasın arkadaşlar. Evet, Şəhriyar Danqıratdı o. Nədir onun adı? Şey var, Nə? açarın maşında olmalı şey. Hə, hə. Barda çox da dəmir var o qol altında, onu ver. Ata ver mən də açım. Ata ver mən də vurum da əlinə.
Əyləncə çıxdı bizə. Ödə, 7 bala. Təzə ayaqqabı. Ayaqqabı təzədir axı. Maşını azdı. Tapın ya. Sapa. Bura bak. Ay Allah qurban olum sənə hər dəfə, hər dəfə. Asıl yol üstündə gəzib şeydə qalır. Əsad güneş çıxacaq indi düş aşağı. Sen tamaşa elə. Məryəm, sən hər videoda necə bacarsan bunu? Üstündə qalama. Ay Allah qurban olum Məryəm, 7 bala demək gözləmədiyi heç. Ata sənin necə gücün var? Mən yoxlamadım ey aşkım, hamı yoxladı bəs mən. Xəbər idi. Bəs mən aşkım. Ay aşkım, gələ. Çək. Aşkım mənlə bir yerdə yüzsən. Aşkım məni niyə götürmədi? Aşkım o şey deyir ki. Mən 63 kiloyam, mən də düşməliydim də. Necə at eləyir? Sən necə eləyirsən aşkım biz özümüzü O açarı tapın da mən. Güclü ata. gözdə Mən tapım. götürmək istirdim onu yapışdım yerə. Gir götür. Əsnada bax, elə bir xəritəyə baxır ki yolu tapsın. Tapışdı tapıb özü üçün. Yaxşı bagajı təmizlədi. Rabiyə də itmiş paltarını axtarır. Yo açarı. Açar, zə, kar, açar deyirəm barda çoxdadır, bagajda yox. Gəl tapın onu tapması. Aşkım sən mən olmasam sən heç nə tapamayasın. Bunlar açar tapan... kameramla. Yox. Barda çoxumuz da bir cür dolub. Hardayıq? Eləmə, ilam olar. Pomidor bağındayıq. Aa, ilan, pomidor. Gedin yeyək. Gəl aşkım, ölüm sən üçün. Belə şeyləri məndən istə. Biri yıxılacaq, biri gedəcək dəxlisiz yerdə axtaracaq. Yaxşı ki glos vurmuşam, yoxsa nə niyərdik? Küləkdə necə qalardım bu saçın ağzıma yapışmasa saçlarım. O şalal topun gücünü atır. Nə bilmişdin, asan dişdə elə O bilirdin. əlinə otur otur. Ata bizi loxlayıb ey aşkım deyəsən. O elə açılmır. Getdim. Bülbülün səsini eşitdiniz. Dur abi ilanları qonaq gedir. Şəhriyə, Rabiyə Getmə gör ora. hardadır. Gör harda. Getmə ata, sənlə deyil addım atsan yenə o tərəfə. Pomidor görməmisən sən. İnsanlara hədiyyə. Ay, ay mama, ay mama. Götür, götür. Ay, mənə gəlmə. Mənə gəlmə. Mənə gəlmə, mənə gəlmə, mənə gəlmə. Qışqırtma. Ora getməyin bədəli. Dırnaq da var. Təkər dəyişmə setin içində dırnaq da var Ata bu arkadaş. kimin tırnağı? Bizim belə tırnağımız olmuyor. Həqiqi deyirsən? Şəhriyar, kimin dırnağıdır o? Təkərin altına daş qoy. Kimin dırnağıdır bu? Daş koyan. Daş koyan. Daş tapını şahlar. Getdilər daş axtarmağa. Neysən əsilsən? Aşkım belə daş yox ey həyatım. Oha, dəmiri ilk icad edən insanlar dəmir tapıblar. Tarixi an. Neysə aşkım, muğamat deyirsən? Evlilik təklif eləyirsən yoxsa? Bunların nəsə olub bugün? Tapdım ata. Aşkım o nə? Getirmişəm. Aşkım o nə daşdı aşkım? Çay daşı. Daş değil. Şəriyər belə daş. Daş değil. Ha, qoy. Gördünüz? Bunun yox, bunun yox. Hayır. Dal taşı. Arkasına üstü qabağına. Dal qabaq. Bir dənə Həm dalına, həm qabağına qoy. Ata bu daşın üstündən keçir. Nə yeyəcək bu? Ay fuş, əmdə uşaqlıqda nə etmişdim? Nə eləmişdin? Ata indi hamımız hazırlaşırıq, çox adamı. Ata da şey sürür, o leddə qırmızı rəngdə. Hamı oturub gedirik harasa. Mənlə mən götürəm, o daşı var ya belə iti. Hə. O nə daşı turuncu?
Kərpic. Hə, kərpic. Onları iti düzmüşəm. Yenə atası yox. Partladı təkəri. Hə, qıranın da Halal sağ dayandı. Partlattım atan. Atan yerində olsun bu kərpicləri nuş elətdirərdim bir sənə. Ata bildi sən Bir eləmirsən. dəfə də velosiped sürürəm. Ata mənə ata da maşının içində oturub. Velosiped sürürəm. Maşını cızdım belə uzun. Velosipedlə. Hə, qulpu ilə. Ata iş eləmiş. Mən olsaydım Krem sürtdü ata maşının kremi. mən olsaydım səni velosiped eləyərdim, qoyardım velosipedi belimə sürərdim. Yaxşı atam olmayıbsa. Yaxşı atam olmayıbsa. Özdə sportezi də ata telefonu Kimsə tüpürdüyə üzümə. Əməllicə lopa tüpürdü. Özdə sportezi də oturmuş telefona baxırdı. Ata ayeti bizə baxmayırım getdi. Düz sürtdü. Evet, o sırada ayda kim tüpürdü üzümə? Üzümdən tüpürcə iyi gəlir. Fu, Məryəm. Evet, Şəhriyar şeyi dəyişir, açar dəyişir. Aşkım yox. Oğlum olsaydı sənə kömək eləyərdim. Ay aşkım. Şeydir, adı nədir? İndi biz yolda qalmarıq. Qalmış idi. Yəni Ata nasoslandı bu təkəri. Nasoslamayıb. Qalxıb baxır yerdən. aşkım nasosdamayıb, dəyişib. Ata bu aça bilərəm mən. Dəyişmirsən aşkım təkəri. Amma maşın qalxıb göyə. Maşın göyə. Ağılsızlar. Sən dedin də birinci, biz niyə ağılsız oluruq? Nə deyəcək? Qarğadır da. Qarğa. Nereye yadıma düşdü? Rabi, nə var? Açılmır. Açsam mı? Açdı. Şurup iter, şurupanı. Değil. Evet, təkəri dəyişək, görək başımıza nələr gəlir. Uşaqlar, təkərimizi düzəltdik, Şehriyar əminiz düzəltdi. Evet, evdən çıxanda bunlar ki mənim üzümə hav. Getdi günüm. Kuş Aşkım, oldu. biz elə olsun istəmədik də həyatım. Benim sındı mənim arkadaşlar. Bütün tabaklar benim başımda patlıyor, bilmiyorum. Yazık. Şimdi düşmüşüm Selyan'da. Neyse arkadaşlar, İnternet aktarım. Selyan'da internet aktarırıq. Selyanlı izləyicilərimizə buradan qucaq dolusu salam qızlar, necəsiz qızlar? Deməli uşaqlar, Selyan'dayıq. İnternet aktarırıq ki bu videonu sizlə paylaşaq. Ondan sonra Biz bunu paylaşanda hala Selyan'da olacaq. Yani siz buna baxarkən, şu an buna baxarkən biz Selyan'dan çıxmış olarıq. Selyan'dır, Selyan. Çıxmış olarıq Yani Selyan'dan. Selyan'dan çıxmış olarıq. Neyse arkadaşlar, videonu burada sonlandırırıq. Bu videonu hünerimiz var, beğenmeyin. Tekerimiz patladı, ağladım, başıma gelmeyen iş kalmadı. Siz vloglar maraqlı olsun diye cadı eləyirsiniz bize, her vlogda başımıza bir iş geldi. Neyse arkadaşlar, videonu beğendinizse kanalımıza abone olun, like atıp yorum yazmayı unutmayın. Maçi Gucci. Aşkım burada hala bir restoran var ya, internet